Salam hörmətli Aspo istifadəçiləri. Bugün sizi tətbiqdə mövcud olan kontragent siyahısı və müştərilər bölməsi ilə tanış edəcəm. İlk növbədə kontragent siyahısına daxil olaq. Daxil olduqda biz burada kontragentlərimizin adlarını görə bilirik. Məsələn, İrşad. Hesabat növünü seçə bilirik. Məhsula görə və ya qəbzə görə. Məhsula görə seçimini etdikdə biz həmin hərəkətin hansı növ olduğunu, alış fakturası və ya ödəmə əməliyyatı olduğunu, sənədlərin nömrələrini, hansı tarixdə, hansı saatda olduğunu, məhsulların adlarını, miqdarlarını, qiymətlərini, cəmi tutan məbləği, borcları və alacaqları görə bilirik. Buradan biz həmçinin tarix aralığında seçə bilirik. Müştərilər. Müştərilər bölməsinə daxil olduqda isə biz yenə də tədarükçülərimizi, bonus müştəriləri, satıcıları və ya hamısını bizim borcumuz olanları və ya bizə borcu olanları seçim etməklə görə bilərik.